Salam, hörmətli izləyicilər. Bildiyiniz kimi, Birinci Dünya müharibəsindən sonra başqa dövlətlərdə olduğu kimi Avstraliyada da o dövrdə müharibə veteranlarına və müharibə iştirakçılarına deməli Avstraliyada əkin sahəsi üçün, yəni kənd təsərrüfatlı, təyinatlı torpaqlar verilməyə başlandı ki, həmin torpaqlardan da o veteranlar, müharibə iştirakçıları özləri üçün deməli istifadə etsinlər, orada deməli müəyyən məhsullar yetişdirmək yəni imkanı qazandılar. Ancaq buna baxmayaraq o dövrdə 20 mindən çox emu quşları, bunlar iri quşlardır. Düzdür, bunlar dəvə quşular deyil, amma dəvə quşuna oxşar bir quşdur, çox iri cüssəli bir quşdur. Həmin quşlar Avstraliyada deməli qərbində peyda oldular. Həmin deməli Avstraliya hökuməti də müharibə veteranlarına, iştirakçılarına deməli o torpaqları Avstraliyanın qərbində vermişdi. Belə ki, həmin 20 mindən çox olan bu quş deməli əkin sahələrinə darışaraq orada olan məhsulları yeyir, deməli torpaqlara ziyan verirdi və o cümlədən də keçdikləri yerdən hətta dovşanın keçə biləcəyi bir yer qədər də deməli dəlik açırdılar. Beləliklə məcburiyyət qarşısında qalan Avstraliya hökuməti 1932-ci ildə emulara qarşı müharibə elan elədi. Bu emu müharibəsi ilə tarixdə də emu müharibəsi kimi düşüb tarixə və beləliklə də ordu göndərdi. Deməli, ordu 2500-dən çox emunu məhv eləyə bildi, amma tamamilə onun kökünü kəsə bilmədi. Belə ki, hər bir əsgərə deməli 2 pulemyot verilmişdi. Həmin əsgərlər pulemyotlardan açdığı atəşlərlə emuları məhv edirdilər. Emuları qırmaq, tamamilə məhv etmək ona görə mümkün olmadı ki, bu quşlar deməli pərakəndə dağınıq halında uçurdular, qaçırdılar. Yəni topa hərəkət etmirdilər və bu quşların da başlıca bir xüsusiyyəti var idi ki, bu dövrlərdə, belə bir dövrlərdə öz deməli artım olan dövrdə Avstraliyanı tərk eləmirdilər və həmin ərazilərdə bir yerdən başqa yerə köçürdülər, miqrasiya eləyirdilər ki, bu da əkin sahələrinə çox ciddi ziyan vururdu və beləliklə də Avstraliya ordusu tamamilə bu emu quşlarının kökünü kəsə bilmədi və dediyim kimi bu müharibə tarixə emu müharibəsi kimi də düşmüşdür. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.